Salam değerli izleyiciler, her birinize sabahınız xeyir, her birinizi hoş gördük. Azərbaycanımızı bütün qürbətdə yaşayan qardaşları salamlayıram. Bu günləri Bərdə qoyun bazarına çəkiliş edirik. 2 may 2025-ci il. Abi çaptan ters ya bu. Kenardan sen verebilirler. Yəni balalar neçədir? Ha fazla oldu. Yəni balalar Bağları çok seviyorum. Tahmin ne kadar pahalı? Tahmin ne kadar pahalı? Asakal, bazar olsun. Neçədir balalar? Evet, ne bileyim bak öyle hardan geldi, Tökün Asadan, Sabiye'den Bursa'da. Neçə ilə? 250 lira, 260 lira, 270 lira. 10 kilo, 5 kilo, 8 kilo çarpıda Bu çəpşi neçə deyirsən? Onu 160 lira. Neçə kilo əti var? 11 kilo, 10 kilo. 8 falan var. Allah xeyirli bazar versin. Salam aleyküm. Ne bu şey? Ne bu? Sağ ol qardaş, siz nəsərsiniz? Qaqa qiyməti neçədir bunların? Balalar tək. Allah Allah. Nə qədər südləri olan var? Arabamız var, üstüne Göstərə bilərsən? Nə başlı? 3 litr verir bu. Qiyməti 5 lira. 500 min. Balası hansıdır? Balası. Ne bu ha? Ha, ne güzel. Və belə təkcə pişləri neçədir? Tek satım bir ana var. Neçə dənədir burada? 60 lira. Qapıda var yoxsa mı yox? Ha var. Ha, gözəl. Alıcılıq nətərdir? Zayıfçılık. Burada neçənci qarna kimidir? 4'e kimi. Birdən 4-ə kimi, ha? Diş qırmış, diş salmış. Öyle bir şey yok. Ekiz balalar olan. Onlar neçədir ekiz balalar? 350 lira. 350 ilə. Apar basasan arpıya. Dağa, şəlliyə, yapağa. Görən Kəlbəcər aparsan effekt verər. Super. Bundan Kəlbəcər deyil mi? Meşələrdə yeyə gələ, çəpşanadan yüksək. Evet, hayır. Ha, bir dənə. Kontrolü yoxdur. Çağırdı, bahır. Ha. 0059. Xeyirli uğurlu olsun. Bazarın olsun. Neçə iləndir gözəl qardaş bu quzuların? 245'dən. Yəqin ki bunlar uca bordağa gedəndir ha? Erkəkli dişili olar. 10 dənəsi dişidir, qalan erkək. Neçə dənədir ki burada? 45? 35 erkəkdir. Hardan da getmirsən bunu qardaş?
Buradan Beyləqandakı izləyicilərimizə salamlayırıq. Allah hər birinin canını sağ eləsin. Gözəl bir video roliki çalışaq ki, hazırlayaq gözəl qardaşlar üçün. Bunlar neçə aylıq olar? 3 aylıq. Kuzular qəşəngdir, maşallah olsun. Allah xeyirli bazarını versin. Bazar olsun. Neçə iləndir bunların qiyməti? 450. Və bunlar neçə iləndir? Öz qapı heyvanı olar. Allah xeyir versin. Hardan da getmirsən bunu atam? Ağcabəd zonasında. Allah bazarını versin. Bu şişələr neçə iləndir? 480. Neyse bazar çok. Boğaz da camaş şeyler. Neçənci qarındır bunlar ata? 1, 2, 3. Dev toğunun özü yetik bir doğaldı. Sadece bir yapılmıyor. Hardan da getmisiniz bunları? Ne güzel Ağcabədi. Yaxşı heyvanın yaxşı qiyməti olmalı. Neçə iləndir bu balalılar? Aksaklar deyəsən satandı. İşte Allah xeyir versin. Deyəsən alındı. Neçə iləndir bunların qiyməti? Bunlar 5-20 ile. Balalı. Hamısı balalı. Neçənci qarındır bu heyvanların? Bak bu birinci qarnadır, üçüncü qarnadır. İçinde koşu da var. Neçə baş heyvandır mənim qardaşım? 35 tane. 5-20 dedin. Yəqin ki qapıya gələn olsa bir endirim eləyərsən. Eləyər problem. Bir heyvanda nə qədər endirim eləyərsən? Heyvanda 10 manat, 15 manat var, 10 manat. Yəni rəsxoda elə bir ki, gec çıxırsan da. Ünvan haradır? Ağzıbədi rayonun Araspark kəndi. Ağcabədi. rayonun Araspark kəndi. Elə bu da heyvanın yoxsa var qapıda? Qapıda var. Nə qədər var qapıda heyvanın? Qapıda da Ağcabədi var, bir tane balalı qoyun var, bir toğlum var, bir de toğlum var. Satdım koldan aldım. Onları da bu qiymətə verəysən? Yok, toğulları vereceğim istəyəlim var. Yox, balalıları. Ha. Balalar da qəşəngdir, yəni belə Ha, yaxşı.
Süper. Kardeş, orada heyvan altısı. Alıcılıq necədir bazarda? Zevkli kardeş, çok zevkli. Vallahi zevkli. Nə ilə bağlıdır görəm? Vallahi zevkli. Biz videomuzu elə burada da yekunlaşdırırıq. İnşallah Gəncə şəhərində görüşmək üzere. Allah'a emanet olun. Allah sizləri qorusun. Var olun.